Leningradda institut qutarıb. Bir övladı, oğlu Teymur, bizim İnci Sənət institutu qutarıb. Səs rejissörü kimi indi də işləyir. Yaxşı ailəsi var idi və təbiidir ki, misal üçün onun oğlu Teymur Kərimov, tanıyırsınız, səs rejissyorudur. O mənim oğlumla çox yaxın dostdular və bu da təbiidir, bilirsiniz. Atalar vaxtı ilə dostluq olub, indi onların oğlanları bir-birlərindən, evlatları bir-birlərindən dostdular. Onun hər filmi insan taleyinin kinoya dönmüş səhifəsidir. Valeri Kərimovun sevimli kamerasında canlandırmağa macal tapmadığı yarımçıq kadrlar da var. Bu kadrlar onun nakam taleyini xatırladır. Amma həyat davam edir. Və bu həyat davam etdikcə Valeri Kərimov kimi insanlar heç vaxt yaddan çıxmayacaqlar. Mən ancaq ondan təəssüflənirəm ki,